Hər bir Excel sətri sol kənardan sıralanır. Sətrin bütövlüklə qeyd edilməsi üçün sıra nömrəsinin üzərində mausu basın. Adətən, sətirlər müəyyən hündürlüyə malikdir. Əgər istəsəniz, sətirlərin hündürlüyünü dəyişə bilərsiniz. Bunun üçün format menüsunda sətir, row alt menüsunu və sonra hündürlük, height əmrini seçin. Yaranmış dialoq pəncərəsində 25 daxil edin. OK basın. Gördüyünüz kimi, sətirlərin hündürlüyü dəyişdi. Bütün sətirlərin hündürlüyünü dəyişmək üçün yuxarı sol küncdə yerləşən hamısını qeyd et düyməsini basın və kontekst menüsündən sətirlərin hündürlüyü row height əmrini seçib yaranmış pəncərədə 15 daxil edin. OK basın. Gördüyünüz kimi, bütün sətirlərin hündürlükləri dəyişdi. Mausun göstəricisini sətirlər arası sərhəddə gətirib, mausun düyməsini sıxmaqla sətrin hündürlüyünü əllə də dəyişmək olar. Format menüsunda sətir, row alt menüsunu və sonra gizlətmək, hide əmrini seçin. Beləliklə, bu üsulla qeyd edilmiş sətirləri gizlətmək olar. Excel sütunları vərəqin yuxarı hissəsində 1 və ya 2 hərflə qeyd edilib. 1-dən 26-ya qədər sütunlar A-dan Z-ə qədər hərflərlə, növbəti 26 sütunu isə AA, AZ və s. ardıcıllığı şəklində göstərilmişdir. Sütunun bütövlüklə qeyd edilməsi üçün sütunun adında mausu basın. Adətən, sütunlar da müəyyən enə malik olur. Sütunun adını qeyd edərək bütün sütunu seçin. Mausun göstəricisini format menüsuna yaxınlaşdırın və sütun, column alt menüsündən N, width əmrini seçin. Yaranmış dialoq pəncərəsində 15 daxil edin. OK basın. Gördüyünüz kimi, seçilmiş sütunun eni dəyişir. Bütün sütunların enini dəyişmək üçün sol küncdə yuxarıda yerləşən hamısını qeyd et düyməsini basın və kontekst menüdən sütunun eni, column width əmrini seçib, sonra 10 daxil edin. OK basın. Gördüyünüz kimi, sütunların eni dəyişdi. Format menüsünün sütun, column alt menüsündən gizlətmək, hide əmrini seçin. Beləliklə, qeyd edilmiş sütunlar gizlənir. Əgər daxil edilmiş verilənlər xananın hüdudlarından kənara çıxırsa, sütunun enini artırmaq olar. Bunun üçün kursor müvafiq sütunların sərhəddinə yerləşdirilir və maus 2 dəfə basılır. Nəticədə sütun lazımi enə malik olur. Məsələn, hesabat cədvəli söz birləşməsini daxil edin. Gördüyünüz kimi, həmin söz birləşməsi xananın hüdudlarından kənara çıxır. Mausun göstəricisini sütunların sərhəddinə yerləşdirib, mausun düyməsini 2 dəfə basın. Beləliklə, sütun yeni enə malik olur.